Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və nəticədə ölkəyə valyuta axınının azalması diqqəti qeyri-neft sektoruna yönəldi. Bu sektorda daha effektiv idarə etməyə, gəlirlərin daha şəffaf əldə edilməsinə və gəlirlərin artırılmasına nail olmaq üçün bir sıra təxirə salınmaz tədbirlərin görülməsinə ehtiyac var. Söhbət hansı tədbirlərdən gedir? Bunu isə sahibkarların öz dilindən eşidəcəyik. Neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın gəlirlərinin də azalmasına səbəb olub. Ölkə iqtisadiyyatının yüksəliş tendensiyasını davam etdirmək üçün indi əsas hədəf qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Bunun üçün biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə bir sıra islahatlar həyata keçirilir. Dövlət tərəfindən güzəştli kreditlərin verilməsini, sahibkarların bir sıra vergilərdən azad edilməsini buna misal göstərmək olar. İndi əsas hədəf yerli istehsalın xarici idxalı üstələməsini təmin etməkdir. Bu həm də İhracatda qeyri-neft sektorunun payının artmasına gətirib çıxaracaq. İhracatın artırılması, Cumhurbaşkanımızın aldığı yeni reformlar dolayısıyla artırılması konusunda bazı teklifler sunduk. Bu tekliflerden birisi mutlaka Azerbaycan'da serbest ticaret bölgelerinin oluşturulması. İkincisi ham maddenin girişlerinde kolaylık sağlanması. Yine üretime yönelik kırım makinelerinin, özellikle makinelerin giriş ve çıkışlarında kolaylıklar sağlanması. İhracatta yönelik, yabancı yatırımcıların ihracatına yönelik bürokratik engellerin mutlaka ortadan kaldırılması, daha kolaylaştırılması çok önemli. Pomidor, xiyar, tərəvəz üçün istixanaya 2 hektardan ibarət. İndi ancaq bunların biz bu istixananı yaradanda çətinliklərlə üzləşdik. Yəni o materialları, o avadanlıqları biz çoxu hamısı xaricdən gəlirdi, o da valyuta ilə gəlir. O da bizim istərsəmə büdcəmizə ziyan gətirir, istərsəmə malın maya dəyərinin yüksəlməsinə səbəb olur. Mən təklifim bu ola bilərdi ki, onları hamısını, o avadanlıqları Azərbaycanda istehsal etmək mümkündür. Bizim ən böyük problem odur ki, seleksiya yoxdur. Azərbaycanda Kənd Zavadı İnstitutu var, akademiyamız var və güclü alimlərimiz də var. Ancaq bu seleksiya sahəsində maraq yaranmıyorduk. Kənd Zavadı məhsulları yetişdirməsi. Hansı məhsul yetişdirməliyik, Azərbaycana hansı uyğun gəlir, bunun yəni elmi araşdırmalar olmalıdır. Ekspertlər hesab edir ki, hazırki məqamda iqtisadi sabitliyin təmin edilməsi, milli valyutanın dayanıqlığının artırılması və vergi yığımlarının genişləndirilməsi üçün qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bundan ötürü kiçik və orta sahibkarlığın inkişafı təmin edilməlidir. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda kiçik və orta sahibkarlığın payı 70-80% olduğu halda Azərbaycanda bu göstərici 10%-dən çox deyil. Kiçik və orta sahibkar ona görə vacibdir ki, bu bir tərəfdən iş yerləri yaradır, işsizlik problemini aradan qaldırır, hansı ki bugün artıq Azərbaycan üçün aktual olubdur. İkincisi, rəqabətli mühit yaradır. Yəni, belə deyək ki, həm istehsal olunan məhsulun keyfiyyəti yüksək olur, həm də qiymət, rəqabət nəticəsində qiymətlər aşağı düşür. 1 hektar istixana üçün 350 min dollara başa gəlir. Əsas təklifim odur ki, banklar o qurulan təsərrüfatı qəbul eləsinlər. Girov kimi qəbul eləsinlər. Bankdan yev götürmək istəyir. Bu məcbur olur, buna təklif olunur ki, get Bakıdan nasıl da əmlak girov qoyuyorlar. Təbii ki, bütün əksər sahibkarların şəhərdə evi ola bilməz, əmlaki ola bilməz. Bunun elə əksəriyyət belə çıxır da elə hamısını yesin, Bakıya yesin, kənddə kimi qalsın. Daxili bazarı xarici ölkələrdəki proseslərə qarşı daha dözümlü vəziyyətə gətirmək üçün də yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması vacib şərtlərdəndir. Maksimum dərəcədə çalışmaq lazımdır ki, ölkədə nəinki məhsullar, hətta onun xam malı, müəyyən komponentləri də yerli istehsal əsasında formalaşsın. Səbuhi Turan, Cavid Qədirov, İqtisadi Zona.